Deməli, çox maraqlıdır. Azərbaycanda belə bir fikir yayılıb ki, ateizmlə aydınlanma, bunlar arasında zəruri bir bağ var və dinlə cəhalət arasında da başqa cür bir bağ var. Yəni, bir insan ateistdirsə, o aydın insandır, o ziyalı insandır, o məlumatlı insandır. Amma bir insan dindardırsa, xeyr, o cahildir, xurafatçıdır və s. Və bu fikirdə olan insanların əsas istinad etdiyi şəxslərdən biri də Axundovdur. Aydındır dostlar. Amma gəlin mən sizə Axundovdan çox maraqlı bir sitat gətireyim. Axundov özü oğlu Rəşid haqqında görün nə deyir. Mən bunu kitabda qeyd eləmişəm. Deməli, Axundov 1870-ci ilin dekabrında İranın Parisdəki səfiri, dostu və həmfikri Mirzə Yusif xan Mustaşar dövləyə yazdığı aşağıdakı sətirlərdə belə deyir. Baxın, Rəşid, yəni oğlunu nəzərdə tutur. Rəşid, Boklun, Renanın əsərlərini oxumuşdur. Fəlsəfəni məndən pis bilmir. Fizikanı və təbiətşünaslığı məndən yaxşı anlayır. Lakin bu Ramazan ayını bütün şərtləri və əməlləri yerinə yetirməklə oruç tutdu. Deyirdi ki, istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Ramazan ayında hər gün namaz qılır, dua oxuyurdu. Baxın, bu Axundovun özünün etirafıdır. Deyir ki, mənim oğlum Rəşid həm fəlsəfəni məndən pis bilmir, həm təbiətşünaslığı, fizikanı məndən yaxşı başa düşür. Amma bu onun dindar olmasına mane deyildi. Deməli, nə ateizmlə aydınlanma arasında bir zəruri bağ yoxdur, nə də dindarlıqla cəhalət, xurafatçılıq arasında bir zəruri bağ yoxdur. Bir insan ola bilər dindar olsun, amma eyni zamanda aydın olsun. Həm fəlsəfəni yaxşı bilsin, həm təbiətşünaslığı yaxşı bilsin, empirik elmləri yaxşı bilsin və əksi də mümkündür. Bir insan ateist olsun və cahil olsun, xurafatçı olsun. Bu daha çox şəxsiyyət məsələsidir. Bu inanc məsələsi deyil və ya ateizm və ya din məsələsi deyil. Bu daha çox şəxsiyyət məsələsidir. Bir insan